Salam əziz izləyicilər. Xoş gördük hər kəsi. Bu heyvanlar hinduşkalar da yəni. Gəlib mənə 27 manata oturur. İstəyəndə istəyir ki, elə öz qiymətini alsın. Elə bir dünya yoxdur da yəni qardaş. 10-15 gündür bəlkə də ki, bunlar məndədir. Birinci story'dən gör neçə gün keçib, story qoymuşdum. Zəng gəlir, hörmət istəyirləmirsən, danışırsan, cavab verirsən. Vallahi evdə valideynini çağırıb deyirəm ki, gözün bu an kəs zəng eləyib onunla danışıram. Heyvan istəyir, hinduşka istəyir, qaz istəyir. Bunlar belə cinsdə qardaş, yeri ilə bunda çoxdur fərq. Bunlar bugünkü gün, gəldiyi gün 27 manata bura düşüb, Allaha and olsun. 27 manata mənə gəlib oturub bunun biri. Erkəklər baha, dişilərdə 25-26 manat, 27 manat. Mən bunu neçəyə satmalıyam? Öz aldığım qiymətə satmalıyam. Saxlamaq istəyirəm. Biri deyir, kəsmək istəyirəm. Qardaş, mənə də fikirləşin də. Bəs mən buna 15-20 gündür bu yetişdirirəm. Nə bilim, otarıram, kəsdirirəm. Baxın da, gəldiyi vəziyyətinə, indiki vəziyyətinə baxın da, bunun şapa. Həmçinin də qaz balaları var orada. Qışda qalsın, bunları da heç şey istəmirəm satım. Satışına görə mənə zəng vurmayın. Yetişim. Qışda bu olacaq 25 manata istəyirsiniz, öz qiymətinə istəyirsiniz. 27 manata istəyirsiniz, nə bilim. İstəyirsiniz, mən pul tutmayayım ha. Bu olacaq 30 manat. 30 manat xeyir verəcək bunun biri mənə qışda. Satmıram, Bunlar üçün mənə xahiş eləməsiniz ki, Allah razı olsun. Nə bilim, hərə özüm fikirləşirəm. Mənə də fikirləşin də, yox. İşıq yanır burada, nə bilim, yem verirəm, bahalı yem verirəm. Özdə bunlara, əl çəkmirlər var. Kəsmə az qalmış, vəfşəyi dəyişirəm yemlərini. Cürbəcür yemləri qarışdırıram bir-birinə. Hamı, nə bilim, belə olmaz valla. Kimsə işləyir, pulsuz işləyir, kimin üçünsə. Mənə də rast düşür, sağlam heyvanlardır. Düzdür, çoxu damazlığa yaramır bu heyvanın. Kəsib yemək üçün çoxu ayaqlarında problemi olanlar var. Mən özümdə olmayıb əvvəldən bunlar, ona görə bu problemlər olub bunlarda. Hava. Oradakı dişinin biri var, çəkir özündən. Bu qiymətdə hamısını gəlib götürən üçün indirim eləyərdim. Mən o qiyməti deməsəm, gəlib harada qəşəngləri var, iriləri var, gözə gəlmirləri var. Onu da mən heç vaxt satmaram. Yaxşılarını, ən böyüklərin, damazlıqlarını özümə saxlamaq istəyirəm. Belə də ki, hamısını saxlayıram da, satış dayandı. Bəlkə də bunun birinin 50 manat, 45 manat qiyməti var. Allaha and olsun. Belə mən bunları tərəzidə çəkməmişəm. 3 kilo, 5 kilodur bəlkə bir, lap 1 kilodur, ziyanımdır bəlkə də mənə. Bir aya 20 günə bu hinduşkalar, bəlkə də 2 aya, 2 ay yarıma, nə bilməklər Allahın işidir. Çox şey də bəndədən asıldı, hər şeyi Allahın üstünə atmayasın. Bəlkə də bala verəcək bunlar, yumurta verəcəklər. Hinduşkaların başı bozarır, qızarır. Ana sürü şey verir də, effekti verirlər şey. Açılırlar erkəklər maşallah. Buna bax. Ana hinduşkadan bunun nə fərqi var?
Ya bunların ana şindişkadan nə fərqi var? Damazlıq ana şindişkadan nə fərqi var bu şindişkadan? Deyirlər bahadır 35 manata. Amerikan bronz satıram. Mənsə yerli ağ qaralıq xətti köhnə şindişkalarımdan satmıram. Onları 170 manata düşmüşdüm biri için. Üst dişi bir erkək. 190 manata, 180 manata. Adam üçün nə qədər indirim edir. Mən əlimdən gələni elədim də. Damazlıq saxlamaq istəyirəm, deyir, zəng eləyən. Deyirsən, mənimlə bir qiymət dedim, bugün bir qiymət. Xeyr. Mən heç kimə ayrı qiymət deməmişəm. Mən imkanım olsa, damazlıq heyvan alsam, bu indişkanın birinə 40 manat da verərəm. Laf hamısını da alaram birdən. Allaha and olsun. Super heyvanlar idi. Həsəb elədilər, satmıram da. Qoy qalıb. Xəstələnəcək, öləcək, mənim qapımda öləcək. Mən sağlam heyvan satıram. Mən maşinikli eləyib kiməsə nə bilim, qarın gedən, ağsal, cuma, nə bilim, nə xəstəlik tutmuş heyvanı satmıram. Belə. Yəni ki, biraz mən 8 yaşımdan, 7 yaşımdan ayağım yer tutandan mən toyuq, cücə, hindişka saxlamışam. 2 dənə də diplomum var, bilməyənlər də bilsin. Yəni ki, hər işlə məşğul olmuşam bəlkə də. Bəlkə də yox, olmuşam demək olar. Yox, pis işlər yox, normal, halal düz işlərlə də yəni. Yəni ki, anlayışım var da bu işlərdən. Mən fırıldaq gəlib kiməsə ya fırıldaq gəlmirəm, nə demək, heç kim burada bu işdə allada bilməz. Alladar, bugün xəstəlik düşər, satar mənə heyvanı, qıraram. Gətirib damında, ola bilər, elə şeylər ola bilər. Prosta ki, mən normal qiymət qoymuşam da, yəni bunlara. Orada da vurğulamışam ki, endirim yox da, 35 manat dişidir, 40 manat erkək. Ola bilər 5 manat fərq var o qiymətlərdə. Müddət çox geç vaxt, qardaş. Bunun biri məndən 4 manat, 3 manat yiyib. Allaha and olsun, 25 manat almışam bu yemi. 25 manatlıq. Qutarıb. Vur hesabla da. İndi burada toyuqların da 40 dənə toyuqdan satmışam. 43-44 toyuq var idi. 16 fərə qalıb 2 xoruz. 10 dənə qaza vermişəm orada ki, 2 dənə də böyük qazları yiyib. Azmaz da bu böyük cücələr, balaca cücələr var o üstə, damazlıq özüm üçün saxlayıram. Onlara atmışam. Görün də, indi hesablayın, 25 manatlıq yemdən əsər əlamət qalmayıb. Mən necə eləyim bu indi? Qaldırmayın bunun qiymətini. Bu indişkalara nə olub? Qiyməti şey deyirsiniz. Nə olub bu indişkaya baba? Toyuqlara bax onun yanında. Dana erkəkdir, nə olsun? Gəlin. Bunlar cücə deyil də, bunlar cücəliyi çıxdı bu indişkalar. Cücəliyi keçib. Baba, ana indişkaya oxşurlar Allah. Videoda balaca görünə bilər. Allah ki, mən düz göbəyimin yanından gəlib, budunun yanından gəlib, bombamın dibindən gəlib şey yiyir. Yemi yiyir o alavarı, özüm üçün saxlamaq istəyirəm. Hündür. Zürafət elərim maşallah. Bir kubik qaldırmışam ha bu yem qabına da. Görürsən? Hündürdür onun düşkalar. Bu vəziyyətdə heyvana pul vermək istəmirlər. Neyim mən bu cəmaatçında? İzlədiyiniz üçün təşəkkür edirəm. Kimin nə sözü sualı olsa buyursun. Üzrlü sayın, mən heç belə videom olmamışdı.
İndişkalarımız da, cücələrimiz də buradadır. Bu da mənim özüm üçün saxlamaq istədiyim cücə. Bülbülüm mənim. Bir dənə onun qanadı vurulmuyor. Qalan hamısının qanadı kəsilib.